batil əqidənin daşıyıcısı olan insanlar Qur'andan bir-iki dənə oradan-buradan onun zahiri baxımından insanın, belə deyək də, fikirlərinə, dəyişikliyə səbəb olan ayəni əlində əsas götürür, tərəfi azdırmağa, çaşdırmağa çalışır. Bizim ən böyük problemlərimizdən biri bilirsinizmi nədir? Qur'anımızdan uzaq düşməyimizdir. O Napoleonun vəsiyyətini yəqin ki oxumusunuz da, müsəlmanlara qələbə çalmaq istəyirsinizsə, müsəlmanları Qur'andan ayırın, Qur'andan. İndi bugün əgər anonim sorğu eləsək insanların arasında ki, həm də olsun inancılı insansan, həm də olsun Əhl-i Beytə, Qur'ana inanan insansan, həm də olsun and yerun ilə Qur'andır deyirsən, and olsun Qur'ana, and olsun Qur'ana ömrü sürdüyün halda anonim sorğu keçirsək ki, bu neçə minin, neçə yüzü Qur'anı əvvəldən axıra, heç ərəb dilində demirəm, öz doğma ana dilimizdə, neçə dəfə də demirəm, bir kərə, bir dəfə oxumuşuq, bunu əminliklə əyləşdiyim bu minbərdən söyləyirəm, əksəriyyəti mən oxumamışam deyə cavab verər. Amma halbuki Qur'an bizim usul-ustu kitabımız olmalı. Qur'an elə ruhani üçün, molla üçün, axund üçün, dindar üçün gəlməyib ki, bu sənə necə, mənə də elə, hamımız üçün gəlib. Amma çox əfsuslar olsun, bugün bizim bir çox başımıza gələn bu bəlalar elə Qur'anımızdan uzaq düşdüyümüzə görədir. Allahımızdan, imamımızdan, peyğəmbərimizdən. Əgər o sorğunun nəticəsində bu günlər elə məsciddə olanlar, bura toplananlarda oxumuşam deyənlərdən çox oxumamışam deyənlər təşkil edirsə, həmin o vəsiyyət öz təsdiqini tapıb. Başqa bir analizə ehtiyac yoxdur.